Universitet tələbələri üçün prezentasiya hazırlayıb 400 AZN, bir biznes üçün hazırladığım prezentasiyadan isə 30 AZN qazanmışam. Yəni cəmi 430 AZN. İndi isə ChatGPT və Notebook LM ilə prezentasiya hazırlayıb bu bazarda necə xidmətə çevirə biləcəyinizi göstərəcəm. Videoda otel təqdimatını nümunə götürəcəyik, amma siz eyni üsulla istənilən mövzuda işləyə bilərsiniz. 3 mərhələ var: mənbəni hazırlamaq, vizual istiqaməti vermək, axırda da nəticəni yoxlamaq. Sonda isə bu xidməti kimlərə və necə təklif edə biləcəyinizə baxacağıq. ChatGPT-yə girib sadəcə bu mövzuda prezentasiya hazırla yazmaq olmaz. Ən birinci səhvi elə burada eləyərik. Çünki hələ bizə slayd lazım deyil. Əvvəl Notebook LM üçün başa düşəcəyi səliqəli məlumat hazırlamaq lazımdır. ChatGPT-yə mövzunu, prezentasiyanı kimə göstərəcəyimizi, məqsədi və neçə slayd eləyəcəyimizi deyirik. Sonra məlumatı həmin mövzuya uyğun başlıqlara bölməsini istəyirik. Otel nümunəsində bunlar otaqlar, restoran və xidmətlərdir. Tarix mövzusunda isə dövrlər, hadisələr və nəticələr ola bilər. Bir də xüsusi yazırıq ki, olmayan məlumatı özü əlavə eləməsin. Beləcə əlimizdə qarışıq mətin yox, səliqəli MD faylı olur. Notebook LM-də artıq hansı məlumatı haradan götürəcəyini bilir. Sonra Notebook LM-də yeni notebook açırıq. Add Source düyməsinə klik edib MD faylını yükləyirik. Faylın aktiv qaldığına da baxın, çünki slaydlar internetdən tapılan qarışıq məlumatlarla yox, məhz bizim hazırladığımız sənədlə qurulmalıdır. Buraya qədər hər şey rahatdır, amma indi səhv seçimi eləsək, gözlədiyimiz vizual prezentasiya əvəzinə uzun-uzadı yazılı sənəd ala bilərik. Studio bölməsinə keçirik, Slide Deck seçib qələm işarəsinə klikləyirik. Burada mən Presenter Slides English və Long seçirəm. Niyə? Çünki Detailed Deck daha çox oxumaq üçün uzun mətn hazırlayır. Presenter Slides isə ekranda göstərməyə uyğun daha vizual slaydlar verir. Bizə lazım olan məhz budur. İndi gəlirik işin ən vacib yerinə. Prompt nə qədər uzun olsa, nəticə bir o qədər yaxşı olacaq. Xeyr, hətta göndərilməsi mümkün olmayacaq qədər böyük prompt yazmağa ehtiyac yoxdur. Mən promptu cəmi 4 hissəyə bölürəm. Birinci, bunu kim görəcək? İkinci, slaydlar hansı ardıcıllıqla gələcək? Üçüncü, prezentasiya necə görünəcək? Dördüncü də Notebook LM nələri əlavə etməməlidir? Mövzu dəyişsə də bu 4 sual dəyişmir. Otel nümunəsi üçün premium üslub, tünd lərcivard, isti krem, böyük fotolar və az mətn istədim. Amma məsələn, tarix təqdimatında xəritə və zaman xətti, elmi mövzuda diaqramlar, biznes təqdimatında isə qrafiklər istəyə bilərsiniz. Yəni görünüşü mövzuya uyğun siz seçirsiniz. Yəni promptu boş yerə şişirmək lazım deyil. Əsas odur ki, nə istədiyimizi aydın yazaq. İndi promptu bura yapışdırıb Generate düyməsinə klik edirik. Notebook LM bizim faylı oxuyur, verdiyimiz ardıcılığa baxır və slaydları hazırlamağa başlayır. Və budur nəticə. Cover, əsas rəqəmlər, məkan, otaqlar, restoran, spa, tədbirlər, xidmət prosesi, auditoriya və paketlər hamısı birlikdə 12 slayd elədi. İndi çox adam burada hazırdır deyib faylı dərhal yükləyərdi. Mən isə tələsməzdim. Çünki slaydları AI hazırlasa da nəticəni yoxlamalı olan yenə bizik. Ona görə slaydları bir-bir açıb baxırıq. Məlumat düzdür, mətin rahat oxunur, şəkil mövzuya uyğundur, dizayn bütün slaydlarda eyni görünür. Məsələn, bu otel slaydında mətn çoxdursa, konkret deyirik ki, mətni azaldın, sahil memarlığı şəklindən istifadə edin və lərcivard qızılı rəngləri qoruyun. Siz də düzəlişi öz mövzunuza uyğun yazırsınız. Məhz bu qısa yoxlama adi AI nəticəsini götürüb istifadəçiyə hazır işə çevirir. İşimiz bitəndən sonra faylı yükləyirik. Sadəcə təqdim etmək və ya paylaşmaq üçün PDF seçin. Sonradan mətnə və ya dizaynı əl gəzdirmək istəyirsinizsə, PowerPoint daha rahatdır. İndi gərək bu pul qazanmaq hissəsinə. Universitet tələbələrinə kurs işi və müdafiə təqdimatı, məşrə müəllimlərinə dərs slaydları, otellərə satış təqdimatı, bizneslərə şirkət və xidmətdəki startaplara isə investor pitch deck hazırlaya bilərsiniz. Mövzu dəyişir, amma bayaq göstərdiyim sistem ümumiyyətlə dəyişmir. İş götürəndə qarşı tərəfdən 4 şeyi soruşun. Mövzu nədir, hansı materiallar var, neçə slayd lazımdır və son tarix nə vaxtdır? Qiyməti də slayd sayına, məlumatın hazır olub olmamasına, dizaynın çətinliyinə və təcilliliyə görə müəyyənləşdirin. Gördüyünüz kimi hər işin qiyməti eyni olmur. İlk addım olaraq bir mövzu seçin, nümunə prezentasiya hazırlayın və xidmətinizi bu qruplardan birinə təklif edin. İstifadə etdiyim hər iki prompt videonun təsvirindədir. Götürüb siz də başlaya bilərsiniz.